Necə oldu birgə və sağlam ictimai birlik yarandı? Oğlum Həmzə autizmi olan bir gəncdir, 22 yaşındadır və mən məsələ onun vasitəsilə bir yola qoyuldum və o yolun adı autizm yolçuluğu adlandırıldı. Azərbaycanda ilk inklüziv Kaşalata kafenin də müəllifisiniz. Bu kafe necə yarandı? Bunun bir xüsusi hekayəsi varmı? Həmzə özü məsələ mənə bu mövzuda bir fikir verdi. Bir gün əlində yemək yeyirdi, salat yeyirdi. Əlində qaşığı tutaraq salatı məsələ o qaşıqla yediyi müddətdə qaşığa baxdı və dedi qaşıq. Sonra salata baxdı, dedi salata. Sonra iki kəlməni bir anlıq birləşdirdi, dedi kaşalata. Xüsusi insanlarımızın valideynləri nə reaksiya verdi sizin bu ideyanıza, orada çalışmaqlarına necə münasibət yarandı? Onlar həddindən artıq çox duyğulandılar. Siz özünüzü məqsədinizə çatmış hesab edirsinizmi? Mən bir ana olaraq düşünürəm ki, hər bir valideyn övladı ilə əlaqəli hədəflər müəyyənləşdirməyə, onunla əlaqəli planlamalar etməyə həyat boyu davam edir. Biz xüsusi insanlarla ünsiyyət zamanı nələrə diqqət etməliyik? Heç bir insanın qarşısında əlilliyi olan şəxs olduğunda ona yazığı gəlirmiş kimi yanaşmamalıdır. Mən düşünürəm ki, ən önəmli məqam insanları olduğu kimi qəbul etməkdir. YouTube kanalımıza abunə olun.